Hello dear children. Salam əziz uşaqlar. Unit 5, Lesson 4. 5-ci bölüm, 4-cü dərs. Word work, söz işi. Uşaqlar, 48-ci səhifənin üst hissəsində bizə 2 yeni hərf verilmişdir. Bu hərflərdən birincisi P hərfidir. P hərfi sözlərdə P səsi kimi səslənir. Məsələn, picture, şəkil. İkinci yeni hərfimiz isə I hərfidir. I hərfi qapalı hecada E səsi kimi səslənir. Uşaqlar, qapalı heca samitlə bitən hecaya deyilir. Məsələn, pen. Pen qələm deməkdir. Qapalı heca olduğu üçün I hərfi burada E səsi kimi səslənir. Uşaqlar, bu 2 yeni hərfin əl yazmasını sizə təqdim edirəm. Exercise 1. On page 48. Birinci tapşırıq səhifə 48-də. Listen and chant. Dinlə və oxu. P plus N equal pen. Yəni P üstəgəl N bərabərdir pen, qələm. Gəlin tapşırıqla bağlı dinləmə mətnini dinləyək. Track 46. Word work. P, N, pen, P, N, pen, P, N, pen. Exercise 2. İkinci tapşırıq. Look at the words. Sözlərə baxın. Say the words with the P and E sounds. P və E səsləri ilə olan sözləri deyin. Uşaqlar, birinci sözümüz pencil, karandaş deməkdir. Pencil sözündə həm P, həm də E səsləri var. Bunu işarə edək. İkinci sözümüz rabbit, dovşan deməkdir. Rabbit sözündə P və E səsləri yoxdur. Üçüncü sözümüz picture sözüdür. Picture sözündə yalnız P səsi var. Uşaqlar, bu sözdə E səsi yoxdur. Çünki açıq hecalı sözdür. Yəni saitlə bitən sözdür. Saitlə bitən hecaya açıq heca deyirik. Picture şəkil deməkdir və biz bu sözü də işarələyirik. Dördüncü sözümüz pen, qələm deməkdir. Pen sözündə həm P, həm də E səsi var. Bu sözü də işarələyək. Exercise 3. On page 49. Üçüncü tapşırıq səhifə 49-da. Say the words with E sound. E səsi olan sözləri seçin. Uşaqlar, birinci sözümüz pen, qələm sözüdür. Bu söz nümunə olaraq verilmişdir. Bəli, bu sözdə E səsi var. İkinci sözümüz red, qırmızı deməkdir. Red sözündə də E hərfi var. Bu rəsmi işarələyirik. Üçüncü sözümüz dog, it deməkdir. Uşaqlar, bu sözdə E səsi yoxdur. Dördüncü sözümüz pencil sözüdür. Pencil, karandaş deməkdir. Uşaqlar, pencil sözündə E səsi mövcuddur. Buna görə də biz bu rəsmi işarələyirik. Sonuncu sözümüz sun, günəş deməkdir. Sun sözündə də E səsi yoxdur. Exercise 4. Dördüncü tapşırıq. Say it, onu de. Put the pencil and pen on the desk, please. Put, qoyun, the pencil, karandaş, and və pen, qələm, on, üzərinə, the desk, parta, please, zəhmət olmasa. Zəhmət olmasa, qələm və karandaşınızı partanın üzərinə qoyun. İndi isə uşaqlar 4-cü tapşırığın dinləmə mətnini dinləyək. Track 47. Put the pencil and pen on the desk, please.